Qadın sahibkarlığı əslində gender məsələsi deyil. Bu genel olaraq iqtisadi inkişafın bir hissəsidir. Hər bir sahibkarlıq, amma özəlliklə qadın sahibkarlığı Azərbaycanda inkişafı üçün mütləq və mütləq güvən ortamı yaradılmalıdır ki, xanımlar riskləri minimuma salaraq həm qorxu hissi çəkilsin, həm də ki, dəstək ailə tərəfdən dəstək çox vacibdir. Yəni mənim qarşılaşdığım indiyənə qədər çoxdur. Yəni ailə dəstək göstərmirsə, mümkün olmur. Onu da göstərmək üçün mütləq və mütləq o güvənli bir mühit yaratmaq lazımdır. Onu da dövlət yarada bilər. Bizim kimi layihələr dəstək göstərərək o güvən mühiti yaradır. Çünki xanımlar bizə qoşulanda onlar tək işə başlamırlar. Onlar bir icmanın parçası olurlar. Qorxularınla paylaşırlar, uğurlarını paylaşırlar və bu artıq bu dəstək belə xanımları uğurlu olmanın, yəni deyərdim ki, 50%-i təşkil edir.